azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında bu barədə məlumat verib. Hökumətin parlament qarşısındakı hesabatı barədə ətraflı məlumatı bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Kamil Eldaroğlu çatdıracaq. Kamil, buyurun, eşidək sizi. Bizim üçün ən vacib məsələlərdən lisiyələrin müşahidə Salam, vaxtınız xeyir olsun. Bəlisində vurğuladığınız kimi ASTV xəbər komandası olaraq Milli Məclisdən ən son məlumatları təqdim edirik. Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü ildəki fəaliyyətinə dair hesabat təqdim etdi. Hesabatı Baş nazir Əli Əsədov Milli Məclisin deputatları qarşısında çıxışı zamanı bildirdi və bir sıra məsələlərə toxundu. Baş nazir bildirdi ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37,2 milyard manat, xərcləri isə 37,7 milyard manat təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün mikroiqtisadi maliyyə sabitliyi və inflyasiyanın aşağı bir rəqəmli səviyyəsi təmin edilib. Baş nazir eyni zamanda əlavə elədi ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin 39% və ya 14,6 milyard manatı sosial yönümlü xərclərin maliyyələşdirilməsinə yönəldildi. 2024-cü ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3% artıb, yaşayış minimumu ölkə üzrə 9,8% artıb, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Əli Əsədovun sözlərinə görə son bir neçə il ərzində isə 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənilib. Hazırda isə Milli Məclisin deputatları tərəfindən 2024-cü ilin hesabatlarına dair müzakirələr həyata keçirilir və ASTV xəbər komandası olaraq ümumilikdə istər baş nazirin 2024-cü illə bağlı hesabatı ilə bağlı, eyni zamanda müzakirələrlə bağlı təbii ki, növbəti xəbər buraxılışlarımızda daha geniş, ətraflı xəbərləri izləyicilərimizə təqdim edəcəyik. Hələlik mənim bu sahada Milli Məclisdən təqdim edəcəyim bu qədər. Buyurun, söz sizdədir. Təşəkkür edirik ətraflı məlumatı üçün. Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclası ilə bağlı ən son məlumatları əməkdaşımız Kamil Eldaroğlu bizə çatdırdı.